Burası Şatır Gümbədi, Ərdəbilin Suma kəndinin Dərbağı yaxınlığındadır. Ərdəbildən 8 kilometr yarım fasiləsi vardı. Bir qədimi borcdur, Doreye İlxaniyandan qalıbdı. O cür ki tarixlərdə yazmışlar. İndi əgər bir plakçı olsa burada Sazman-ı Mirası Fərhəngi tərəfindən orada görəcəyik onu. Bura bir dəhzeli bir bənadır ki öz növündə elə biraz əcib o qərib bir şeydir. Hər kadri bir cür kərpiclə arayış veriblər və səy eləyiblər ki məcmuən gözəl olsun. Zirzəmidən pəncərələr vardı. Şöyle orada ehtimalən bir kətibə yeridir ki qopardıqlar və burada elə bir kətibə yeridir. Yolu burada bu zirzəmini bir yoldur. Gərək gedək aşağıya. Gidiyoruz aşağıya. Bir və gəlirik bura. Burada bir fəza vardı. 4 dənə bunun rəbabı var demək olar. Bunlar nə üçün istifadə olunmuşlar və aya bura bir məzardır, ehyanən birinin qəbri zadıdır. Heç buna itilat əlimizdə yoxdur və fəqət bunun bu deyərlər baqi maddələri qalmışdır ki Mirası Fərhəngi gəlib bu cür bunu mərəmmət eləyibdir. Çıxalım çölə, görək çöldən nə görürük.